Bir vaxtlar Salyanda nənələr sac üstündə buğdayla qanqal toxumunu birlikdə qovurar, sonra onu hər kəs iştahla yeyərdi. Əslində başqa bitkinin toxumu yox, niyə məhz qanqal toxumu buğdayla qovurulurdu? Sualın cavabına əməkdaşımız hazırladığı video materialda aydınlıq gətirəcək. 1975-ci illərdə hətta məktəbdə oxuyanda bizim qocaman müəllimlərimiz biz aparardı çölə sahələrdə. Bu qanqal bitkiləri də bizə yiyizdirərdi. İnsan orqanizmasına çox xeyri var. Əvvəllər hər evdə sac olardı. Nənələrimiz sac üstündə elə bu ağsaqqalın dediyi kimi qovurğa qovurardılar. Buğda yetişən vaxtı bu da yetişir. Bunu buğda ilə bir də qovurla qorğa çox dadlı və yağlı olur. Bunun yağından da buğdaya çıxır. Yaxşı olur, yeməli olur. Bundan indi az istifadə edirlər. Məsələn, mənim kimi yaşlı adamlar bilir. Ona görə mən bundan yığıram, istifadə edirəm. Sən demə, qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır. Qanqalın toxumları toxumlarından alınmış unu, yağı ilə ürək, oynaq, şəkər xəstəlikləri, hepatit, öddaşı xəstəliyi, öd kisəsi iltihabı, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, düz bağırsaq çatlarını, yanığı belə müalicə etmək mümkündür. Hələ 20-ci əsrdə qanqalın qaraciyərə olan xeyirli təsiri Münhen Farmasevtik İnstitutunda təsdiq olunub. Ala qanqalın toxumları Alman istehsalı olan Manforte abdanlığının hesabına sıxılır, 100% qanqal yağı əldə olunur və həmin o qanqal yağı soyulmuş, preslənmiş şəkildə müəyyən təşkilatlara çatdırılır. İllər ötüb, artıq sac da unudulub qovurğada. Amma nə yaxşı ki, bu ənənəni Salyanın bəzi kəndlərində, xüsusilə Şorsulu kəndində az da olsa davam etdirənlər var. Uşaqlar da böyüklərə baxıb, ətraf ərazilərdə bitən qanqal toxumlarından istifadə edirlər. Məhəmməd Rzayev, Vüqar Məlikov, Salyan.